Bəhlul oturmuşdu qəbirstanında, sümüklərə baxırdı. Biri keçəndə dedi ki, şəhəri qoyub gəlib burada sümük ilə oynayırsan. Qəbirstanlıqda olur, heç köhnə qəbirstanlıqlara sümüklər çıxır, mən görmüşəm. Vəzir keçir, deyir, Bəhlul, dəli olmuşsan, gəlib burada oturmuşsan, sümük ilə oynayırsan bu günün altında. Deyir, dəli olmamışam, baxdım görüm, vəzirin sümüyü ilə, vəkilin sümüyü ilə, adi adamın sümüyünün fərqi var. Səhərdən baxıram, görüm, elə hamısı eynidir sümüklər, heç fərqi yox. Deyir, elə düz getdi. Heç nə da, düz də getdi. Sözünü aldı da, ona çatdırdı ki, nədir bu? Axırı budursa dəyər vəzifəyə görə özü öldürməyə, şan şöhrətə görə özü öldürməyə. O məqamda nə fərqi var, sən kimsən, hansı stolun sahibisən? Fərqi var. O kişi kimi insafən, fərqi var, sən kimsən o məqamda. Bu qədər sözü ölüm öz sükutu ilə sənə danışır. Biz telefonla danışırıq qəbir üstündə. Heç nə deyib, bunu qoy qırağa, bax ibrətlə.